Salam uşaqlar. Mən sizə məsələlər göndərmişdim 4 dənə. Arrayın test bankından. Məsələnin birincisinin şərti, yəni orada deyəsən 164 idi, səhv etmirəmsə, belədir ki, girişə n natural ədədi verilmişdir. Faktoriyalı bu ədəddən böyük olan ilk natural ədədi çıxışa verən alqoritmi blok sxemini qurun. Yəni bu məsələnin mahiyyəti ondan ibarətdir ki, girişə əgər tutaq ki 25 verilibsə, çıxışa neçə verilməlidir? Çıxışa 5 verilməlidir. Çünki ilk dəfə 5 faktorial 25-dən böyük olur. 4 faktorial 24 eləyir, 25-dən kiçikdir. 5 faktorial 25-dən kiçik olur, 5 verilir. Yaxud girişə 6 verilibsə, çıxışa nə verilməlidir? Çıxışa 4 verilməlidir. Çünki 3 faktorial özü 6 eləyir, dərhal böyük. Çünki burada nədir? Deyir böyük. Böyük ədəd nədir? 4-dür. 4 faktorial 6-dan böyük olur. Və beləliklə başlayaq blok sxemi qurmağa. Başlanğıc. Ondan sonra o girişə verilən n natural ədədini daxil edirik. N ədədini daxil edəndən sonra faktorialın hesablanması üçün bir p dəyişəninə bir qiyməti mənimsədirəm. Bir də ki, şərtli alqoritmdən, yəni şərtli dövrdən istifadə edəcəyəm. Ona görə də i bərabərdir 1 yazacağım. Bu i'lər hər dəfə p-nin üstünə vurulacaq. Yəni sağğaclı dövrdən istifadə etməyəcəm. Ona görə sağğaclı dövrdən istifadə etməyəcəyim ki, çünki mən bilmirəm nə vaxt böyük olacaq o proses. Ona görə şərt qoymalıyam. Sonra çox sadə şəkildə şərti belə qoyuram. Deyirəm ki, nə vaxta qədər ki p kiçikdir, bərabərdir n isə, onda hə, faktorial hesablansın. P bərabərdir, p vurulsun i. Faktorial hesablansın və i dəyişəninin də qiyməti bir vahid artsın. Çünki i mənim axtardığım ədəddir ki, bayaqki nümunədə nə idi? I artıq 5 olacaqdı 24 girişə veriləndə. I 6 girişə veriləndə i 4 olacaqdı. Onda i'nin də qiyməti bir vahid artsın. I bərabərdir i üstəgəlsin 1. Və qayıdıram nəyə? Dövrə. Dövrə qayıdıram. Bu prosesi davam etdirəm. Nə vaxt ki p n-ə bərabər oldusa və yaxud p n-dən böyük oldusa, dərhal nə olsun? Çıxış baş versin. Yəni, hə, şərt ödənmədi, bu şərtin əksi baş verdi. Onda i-1-i çap edəcəm. Niyə i-1? Yəni, i-1 hesablanacaq. K bərabərdir i-1. Və k-nı çapa göndərəcəm. Burada maraqlı məqamlardan biri nədir? Niyə görə i-1-i çapa veririk, i-ni çapa vermirik? Çünki uşaqlar, i1 artıq, bu hissədə i həmişə bir artıq yerinə yetirilir. Məsələn, kiçik bir nümunəni sizə təqdim edirəm. Elə dediyimiz kimi, giriş nümunəsi olaraq girişə n-in qiyməti üçün 25 versək, n-in qiyməti üçün 25, bizim çıxışımızda nə verməlidir? Çıxışımız olmalıdır 5. Ona gəlin icra eləyək. İlk dəfə p1-dir. 1 25-dən kiçikdir. O zaman nə baş verdi? P-ni vurduq i-yə, yarandı 1, i də keçdi oldu burada 2. Elə deyilmi? P oldu 1, i də keçdi oldu 2. Daha sonra bax bu buradan gəldi bura. Bura gələndən sonra ikinci dəfə yoxlanıldı. 1 n-dən, yəni 25-dən kiçikdirmi? Bəli. Onda faktorial keçdi oldu neçə? Faktorial keçdi oldu 1 vur 2. Bunu bu qələmlə yazaq. Faktorial oldu 1 vurulsun 2. i də keçdi oldu 3. İndi keçdik 2, yəni 2 faktorial 1 vur 2 n-dən, yəni 25-dən kiçikdirmi? Bəli. Onda bunun üstünə vurduq 3'ü, bu da keçdi oldu 4. İndi 1 vur 2 vur 3 n-dən, yəni 25-dən kiçikdirmi? Bəli.
Onda bunun da üstünə i-ni vurduq 4'ü, i keçib oldu burada 5. Baxırıq 1 vur 2 vur 3. Bax bu ifadə n-dən, yəni 25-dən kiçikdirmi? Bəli, kiçikdir. Onda bunun da üstünə vururuq i, vurduq 5'i. Keçdi bura oldu 6. 1 vur 2 vur 3 vur 4 5, yəni 5 faktorial n-dən 25-dən kiçik bərabərdirmi? Yox, çıxış baş verdi. İndi i-ni biz çapa versək, bax bu hissədə i-ni çapa versək, i 6 olubdu. Amma 5 faktorial özü dərhal 25-dən böyükdür də 2 dəfə olaraq. Ona görə də i-1-i nə verdik? Çapa vermiş olduq. İndi bu algoritmi dəqiq başa düşmək üçün təbii ki, həmin algoritmi diqqətlə izləmək, siz özünüz də bir dənə ədəd verib prosesi müşahidə etməlisiniz. Bax, mənim deməyim ondan ibarətdir ki, siz prosesi özünüz müşahidə etməlisiniz. İndi keçəcəyik ki, növbəti məsələyə. Növbəti məsələmiz nədir? Növbəti məsələmiz belədir. Girişə verilən iki natural ədədin qarşılıqlı sadə olub olmadığını yoxlayan algoritmi blok sxemini qurun. Bunu müxtəlif üsuldan etmək olar. Məsələn, belə bir iş etmək olar. Ədədləri müqayisə eləyərik. Hansı kiçikdirsə, o kiçik ədədin bir-bir bölənlərini yoxlayarıq. Həmin bölənlər böyük ədədin də içində varsa, deməli qarşılıqlı sadə deyil. Amma mən sizə F-Code algoritmi ilə bunu göstərəcəyəm. Biz bilirik ki, iki natural ədəd qarşılıqlı sadədirsə, onların əbobu 1-ə bərabərdir. Onu əbobu hesablayacağım. Əgər yekunla 1-ə bərabər olsa, qarşılıqlı sadədir. Başlanğıc. Həmin iki dənə A və B ədədlərini alıram. Və A və B üçün əbobu hesablayıram. Burada da belə bir yazı var idi. A, B-yə nə qədər ki bərabər deyilsə, o zaman neyinə? A ilə B-ni müqayisə et. Əgər A, B-dən böyükdürsə, o zaman A-nın yerinə açıq B yaz. Əks halda B-ni B və A-nın fərqi ilə əvəz et. Və bu prosesi o vaxta qədər davam etdir ki, A və B bərabərləşsin. A və B bərabərləşəndən sonra, yəni A, B-yə bərabərdirmi? Hə. Burada ya A ya da B, onsuz da bərabərdir. Bu ədədlərin əbobu olur. Və burada bir şərt bloku qoyub yoxlamaq lazımdır ki, A bərabərdirsə 1-ə, onda nə olsun? Onda çıxışa veririk, belə deyək də, yes, yəni qarşılıqlı sadədir. Əks halda, yəni yox, A 1-ə bərabər olmazsa, onda deyək ki, no, yəni qarşılıqlı sadə deyil. Və prosesi sonlandıraq. Burada yazıram son. İndi keçək növbəti məsələyə. Növbəti məsələmizdə nə yazılıb? Növbəti məsələmizdə deyir ki, n natural ədəd olarsa, bu cəmi, yəni bu sıranı çıxışa verən blok sxemi qur. Biz faktorialları hesablaya bilirik. Burada problem ondan ibarətdir ki, burada faktoriallarda işarələr növbələşir. Bunun üçün mən sizə 2 üsul öyrətmişəm. Biri elə n-ci həddin düsturundan istifadə etmək. Bir də ki, k ilə işarələri nizamlamaq. Yəni işarəni biz bax, bu mənfi 1 üstü n+1 ilə də nizamlaya bilərik. Amma k ilə də. Mən k ilə işarələyib düzəldəcəyəm. Deməli, başlanğıc. Daha sonra nə edirik? N ədədini qəbul edirik. N ədədini qəbul etdikdən sonra burada nə edirik? S bərabərdir 0 yazırıq cəmi üçün. Bir də P bərabərdir 1 yazırıq faktorialların hesablaması üçün. Eyni zamanda da K bərabərdir 1 yazırıq. K da işarəni bizə təyin etməkdə kömək edəcək. Onda nə edirik? Bu proses hara qədər baş verəcək? N-ə qədər. Və buradan sayğaclı bir dövr quracağam. Sayğaclı dövrdə yazacağam. Nə qədər ki, i 1-dən n-ə qədər gedir. Nə qədər ki deməyək, yəni i 1-dən n-ə qədər qiymətlər alsın və faktoriallar hesablansın və hər dəfə faktorial
S-in içərisinə əlavə olunsun. Onda faktoriyalı 2 dəfə hesablayıram. Deyirəm P bərabərdir P vurulsun I. P bərabərdir P vurulsun I. Faktorial hesablandı, onun S-in içine atmaq lazımdır. Amma S-in içərisinə necə əlavə etmək lazımdır? Qarşısında K vurğun yazmaq lazımdır. Çünki ikinci dəfə bu hissədə işarə dəyişəcək. Plus yox, minus kimi gedəcək. Ona görə də yazıram S bərabərdir. S üzərinə gəlsin KP. K dediyimiz kimi ilk dəfə nədir? Müsbətdir. K müsbət olduğu üçün biz ikinci dəfə K-nı mənfiyə çevirməliyik. Onda K bərabərdir mənfi 1. Üzr istəyirəm. K bərabərdir mənfi K. Mənfi 1 vur K. Hər dəfə K-nın işarəsi dəyişəcək. Müsbətdən başlamışıqsa ikinci dəfə mənfi olacaq. Mənfi başlasaydı ikinci dəfə toplanan müsbət olacaqdı. Və bu prosesi hara aparırıq? Bu prosesi bax bura aparırıq. Və yekunda nə edirik? Yekunda S-i çapa göndəririk. Çapa deməyək, çıxışa veririk. Və burada da olur son. Növbəti məsələmiz asan məsələdir. Yazılıb girişə verilən n sayda natural ədəddən 4 rəqəmli olanların cəmini çıxışa verir. Birinci biz yadımıza salaq, n sayda natural ədədi biz necə qəbul edirdik? Başlanğıc. Daha sonra nə edirdik? N-i qəbul edirdik. N-i qəbul etdikdən sonra buradan bir hesablamaq üçün, yəni cəmi yerinə yetirmək üçün bir başlanğıc S dəyişəni biz buna boş qutu deyirdik, qoyurduq. Daha sonra başlayırdıq n dəfə ədəd qəbul etməyə. Bunları ən sadə şəkildə sayğaclı dövründən çox asan yerinə yetirmək olur. I bərabərdir 1-dən n-ə və biz nə edirik? Başlayırıq ədədləri qəbul etməyə. Ədədi x şəklində qəbul edirik. X şəklində qəbul edəndən sonra bizə nə deyib? 4 rəqəmli olanların. İndi bir blokun daxilində də 2 qat bərabərsizliyi ilə yazmaq olar. Amma mən belə deyəcəyim. Deyəcəyim ki, əgər x 4 rəqəmlidirsə, böyükdür də 999-dan. 999-dan böyükdürsə, hə. Eyni zamanda bu x 4 rəqəmlidirsə, hansı ədəddən kiçikdir? 10.000-dən kiçikdirsə, onda hə. Nə etmək lazımdır? Bax, bu işi görmək lazımdır. S-in içərisinə x-i əlavə etmək lazımdır. Gördük. Yox, 10.000-dən 999-dan böyükdürsə, hə, amma 10.000-dən kiçik deyilsə, onda yox, heç nə etmək. Natamam bir alternativli şərtdir. Bura gəlmək. Burada da, bax, hara qayıtmaq, yuxarı qayıtmaq. Yəni, cəmi əlavə etmədik. Bu hissəyə getmək. Bəs ilk dəfə olaraq elə burada, birinci də, ikinci də yox, elə dərhal burada x 999-dan böyük olmasaydı nə etmək lazımdır? Ümumiyyətlə, o bir şərti yoxlamağa ehtiyac yox idi. Yəni, yox. Bunu birləşdirdik bura, yuxarı nə etsin? Qayıtsın. Və buradan da nə edirik? S-i çıxışa veririk. S-i çıxışa verəndən sonra algoritmi nə edirik? Sonlandırırıq. Sonra gəldi növbəti məsələ. Növbəti məsələdə deyib ki, n1-dən böyük natural ədəddir. Onun tam kvadrat olub olmadığını təyin edən algoritmi qur. Əslində, yəni orada tam kvadrat sözü yazılmamışdı. Mən qısa olmaq üçün tam kvadrat yazdım. Yəni orada yazılmışdı sizə atdığım məsələdə hər hansı ədədin kvadratı olub olmadığını yoxlamaq. Bunu biz Python dilində yazmışdıq. Orada ədəddən kök alırdıq. Ədəddən kök alandan sonra kvadrat kök alırdıq təbii ki. Sonra onu int eləyirdik. O kvadrat kökün nəticəsini int eləyirdik. Qayıdıb həmin inti kvadrata yüksəldirdik. Həmin int ədədin özünə bərabərdirsə, deməli həmin ədəd tam kvadrat idi. Yəni, məsələn, nümunə belə bir şeydir də. Tutaq ki, ədəd 16-dır. 16-dan kvadrat kök alırdıq. Python dilində təbii ki. 16-dan kvadrat kök alandan sonra cavab eləyirdik 4. Sonra bunu da nə edirdik? Int eləyirdik. Yəni, 16-dan mı belə deyək də. 16-dan kvadrat kök alıb int edirdik. Bunun da cavabı eləyirdik 4.
Sonra qayıdıb bu 4'ü kvadrata yüksəldirdik. Təzədən 16 verirsə, deməli yes, onda tam kvadrat. Amma məsələn, kök 20 daxil etsəydi, 20-dən kvadrat kök alırdıq. 20-dən kvadrat kök alanda düşür 4 tam neçəsə. Məsələn, fərz eləyək 4,2. Bunu int eləyəndə cavab olurdu yenə 4. İndi qayıdıb nə edirdik? 4'ü kvadrata yüksəldirdik. 4'ü də kvadrata yüksəldəndə 20'yə bərabər olmurdu. Deməli, tam kvadrat deyil. No çıxırdı. Anlaşdı. Amma biz burada ədədi int eləyə bilmirik. O Python dilinin xüsusi imkanından biz istifadə edib onu int eləyirdik. Bu məsələ ümumiyyətlə biraz məşhur məsələdir. Bunu müxtəlif üsullarla yazmaq olar. Binar axtarış üsulu var. Peşəkar üsuldur. Bu çox sürətli alqoritmdir. Çox böyük məsələlərin həllində, yəni ədədlərin kifayət qədər böyük ədədlərin tam kvadrat olub olmadığını yoxlamaq olar. Sonra birdən n-ə qədər tək ədədlərin cəmi həmin ədədlərin həmin sayın kvadratı qədərdir. O metodlarla, yəni ədəddən tək ədədləri fərqin hər dəfə tapa getmək olar ki, axırda yekunda sıfıra bərabərsə tam kvadratdır. Amma indi biz biraz sürəti zəif olan, amma tez başa düşülən bir alqoritmlə verəcəyəm. Deməli, başlanğıcdan sonra nə edirik? N-i daxil edirik. N-i daxil etdikdən sonra i bərabərdir 1 deyirik. Bu i nədir? 1-dən başlayacağım, ədədin özünə qədər ədədlərin kvadratını tapacağam da. Yəni, nə qədər ədəddən kiçikdirsə həmin kvadratlar tapacağam. Yəni, dediyimi belə ifadə edirəm. İndi başa düşəcəksiniz nə demək istəyirəm. Deyirəm ki, nə qədər ki, i vurulsun i kiçikdirsə n-lə, o zaman davam et. i-ni bir vahiddə artır. Yəni, hələ çatmayıb ki, kvadratı kiçikdir də. Və bu prosesi o vaxta qədər davam elətdir ki, yəni, bura hə yazıram. O vaxta kimi davam elətdir ki, i vur i ya n-ə bərabər olsun, ya da n-dən böyük olsun. İstənilən o göstərilən iki halda n-ə bərabər olsa da, n-dən böyük olsa da, şərt ödənməyəcək, yox baş verəcək, yəni dövrdən çıxacaq. O zaman dövrdən çıxandan da sonra bir dənə yoxlama aparıram. Deyirəm, i vurulsun i. Axı dövrə bərabər olanda i vuru n-ə bərabər olsa da nə baş verəcək? Dövrdən çıxış baş verəcək. Daha mən bilməyəcəyəm ki, o tam kvadrat oldu, yoxsa yox. Ona görə dövrdən çıxandan sonra dərhal mən nə etməliyəm? Yazmalıyam, i vurulsun i. Əgər n-ə bərabərdirsə, onda hə. Nə edirik? Onda çap eləyirəm yes. Yəni, mən qısa olaraq yes çap elədim. Nə güya tam kvadratdır. Əks halda, yox. Nə çap edirik? Çap edirik no. Aydındır mı? Və buradan da prosesi yekunlaşdırırıq. Və yazırıq son. Çox başa düşülən sadə bir alqoritmdir. Amma nisbətən çox böyük ədədlər üçün. Yəni, bu çox böyük ədədlər üçün 1000, 10.000 yox. Yəni, haradasa 1 milyondan da böyük ədədlər üçün bu biraz çox zəif sürətlə işləyən bir alqoritmdir. Yəni, sürətli alqoritm binar axtarış alqoritmidir. Məsələn, gəlin bir dənə nümunəyə baxaq. Deyək 9 tam kvadratdır. Görək həqiqətən bu işləyəcək. Nə edirəm? 9'u daxil etdim burada. i 1'dir. 1'in. Bax, bu hissədə. 1'i vurdum 1'ə. 9'dan kiçikdirmi? Bəli. i-ni bir vahid artırdım, oldu 2. Qayıtdım, getdim. 2'ni vurdum 2'yə. 9'dan kiçikdirmi? Kiçikdir. Onda i-ni bir vahid artırdım, oldu 3. 3'ü vurdum 3'ə. 9'dan kiçikdirmi? Yox. Çıxdım, gəldim. i 3 qalıb. 3'ü vurdum 3'ə. 9'a bərabərdirmi? Hə, yes çıxdı. Məsələn, başqa bir ədəd. Necə olsun? İndi tutaq ki, olsun 12. Biz bilirik ki, 12 ədədi tam kvadrat deyil. Onda 12'ni yoxlayaq, görək necə işləyəcək. N daxil elədik 12. 1 vurulsun 1. 12'dən kiçikdirmi? Kiçikdir. Onda i-ni bir vahid artırdıq, olduğu necə? 2. İndi 2 vur 2. 12'dən kiçikdirmi? Kiçikdir. Onda i keçdi oldu 3.
3 vur 3 12-dən kiçikdirmi? Kiçikdir. İ kəsdi oldu 4. 4 vur 4 12-dən kiçikdirmi? Yox, çıxış baş verdi. İ 4 qalıb. 4 vur 4 12-yə bərabərdirmi? Yox, no. Gördünüz? Bugünkü dərsimiz bu qədər. Nə qədər hansı çətinliyiniz olsa dərhal videonun altına şərh yazarsınız, yaxud WhatsApp-da müraciət edərsiniz və yaxud qrupda yazarsınız. Mən sizə aydınlaşdıraram. Sağ olun.